Əziz Marneullər, hər birinizi ürəkdən salamlayıram. Eləcə də bizim Gürcüstanın prezidentini, baş nazirini, parlamentin sədrini, xalq müdafiəçisini, eləcə də diplomatik korpusun nümayəndələrini, səfirləri, həmçinin mənim kollegalarımı, hər birinizi ürəkdən, səmimi qəlbdən salamlayıram. Bugünkü gün bizim üçün çox önəmli, dəyərli bir gündür. Ona görə ki, yazın gəlişini, baharın gəlişini, eləcə də təbiətin oyanışını, yəni Novruz bayramımızı qeyd edirik. Və bu Novruz bayramında bizim yanımızda olan, bizlə bu Novruz bayramı şənliyini paylaşan, bölüşən bizim dövlət rəhbərlərinə, prezidentimizə, baş nazirimizə, parlamentin sədrinə, xüsusilə eləcə də dövlət işçilərinə başqa-başqa, həmçinin səfirlərə öz ürəkdən, səmim qəlbdən təşəkkürümü çatdırıram. Hər birinizin Marneullər adından. Çox sağ olun ki, bizimlə birlikdəsiniz. Bu bayram günlərində sizlərə bərəkət, ruzi bərəkət, sevinçli, bahar təravətli, gözəl günlər arzu edirəm. Bir daha bayramınız mübarək olsun.